Salam arkadaşlar, ben Nigar Ögeday. Ve ben Roza İbadova Kocamaz. Süpersen Roza. Arkadaşlar, bugün biz Roza'yla özümüze bir zaman ayıraq dedik. Ve İzmir'de demek olar ki Konyaal'dan başladık, dünyaya gittik. Oradan da indi geldik. Burada arkadaşlarımız bu kafenin adını unuttum. Arkadaşlarımız Mekanı da sağ olsun. Erzurumlu bir kardeşimizin mekanıdır, gençleri. Buraya geldik ve bugün nelerden danıştık? Dünyada baş veren her şeyden. Bir jurnalist ve bir sənətçinin bir ortama gelmesi. Ve düşünebilirsiniz mi? Zelenski'nin iktidara gelmesinden, çekildiği diziden, 3 yıl boyunca yayımlanan o muhteşem diziden, Rambo ile Amerikanlı ortadığını işgal etmesinden. Hindistan'da Amid Bachchan'ı inək əti yemə deməsindən, insanları mitinglərdən çəkməsindən. Bəli. Və belə olan halda sonra bir xeyli danışdık. Dünya gündemi, Azərbaycan və Türkiyədən gedən gözəl haqqının yeyilməsindən. Bəli. Və belə olanda Roza'nın buradaki fəaliyyətindən falan belə olan halda mən dedim ki, ya Roza, zaten bir araya geldik. Bu kadar da söhbət elədik. Belki benim Instagram için bir güzel reportaj alım senden. O da olur dedi. Biz de biz de kafeteryada şu musiki çocuktan xahiş ettik. Dedik ki ne olursa ne olur sesini kıssan biz bir söhbət edəcəyik. O da seve bize o imkanı verdi. Ha bu arada ben de bu bardakta çay getirip Roza'nın da kahvesi vardır. Roza sen de kahveni göster. Ha bir de ben gelirken de çek istedik ve ben Türk çek olsun dedim. Hindistan şirniyyatı təklif etdi. Ha bunu da onu deyim ki, ben Ferhat Əliyev'in kulağını kısımlattık, değil mi? Ferhat müəllim dedik ki, ben Əliyev'e çok yazmışam zamanda ama adamın hakkını da yemeyek. Biz deyirdi ki, herkes yerli mal alsın, xeyri vətənə qalsın. Ve ben 2005'ten bu yana o şuurla devam edirəm. Ve o yüzden de Türkiye gelinde de bunu devam edirik. Burada da kafede de onu dedik. Ama divarda da hamısı Ləttü, lüttü, müttü, gutti isimler var. O şeyin sözü olmasın, bazen dedelerin adını bilmirlər ama yabancı adları ezber bilirlər. Neyse uzatmadan keçirik meseleye. Bu arada Roza tanıyanlar bilir. Bizim Azerbaycan değerli aktrisası ve sanatçımızdır. Ve Türkiye'de de Azerbaycan'ı layıqıyla temsil eden hem milli duruşuyla hem de vətən sevdasıyla seçilir. O yüzden ne dedim ki Roza'nın danışaq. Bu arada geçen hafta Roza'nın Manisa Turgutlu'da muhteşem bir gösterisi oldu ve biz de severek o gösteriye katıldık ve bayağı da ağladık. İstəyirəm elə oradan başlayaq Roza. Buyur. Mən də hamını salamlayıram. Axşamınız xeyir olsun. Hər kəsə gözəl, xoş axşamlar diləyirəm. Teşekkür ederim Nigar abla. Nigar abla, onu da vurğulayım. Mən Türkiyəyə gəldiyim gündən 2015-ci ildən bu yana 10 ildir. Hər zaman mənə mənəvi dəstək olan, mənim yaradıcılığımı hər zaman canlandıran və seyirci ilə buluşduran insandır. Mən ona xüsusi təşəkkür edirəm buradan. Bəli, biz keçən həftə Turgutluda bir ədəbiyyat gecəsi elədik. Mənim deməm düzgün çıxmaz, amma seyircilərim və Nigar abla kimi qəzetəcinin söylədiyi fikirlərə görə çox gözəl, çox duyğusal bir gecə oldu. O gecədə biz İstiqlal şairimiz Əhməd Cavadı, yaralı yerimiz Mikail Müşfiqi, Bəxtiyar Vahabzadəni və bir çox şairlərimizin şeirlərini canlandırdıq. Fəaliyyət göstərdiyim, çalışdığım İzmirdəki Han Tiyatrosunun ekibi ilə dəyərli ustad sənətkarımız Rüçhan Gürəlin, Onur və Pınar Peynircioğlu'nun iştirakı ilə. Ayrıca o tədbirdə, o gecədə bizim yanımızda olan federasyonumuzdan Əşrəf Tonaya da buradan təşəkkürümü bildirirəm. Ayrıca təşəkkürüm var mənim Ünal Kağbaya, Azərbaycan Turgutlu Kültür Dərnəyinin başqasına, yəni hep birlikte ilk dəfə bir ilki Turgutlu'da gerçəkləşdirdik. Bir şeir ədəbiyyat gecəsi elədi. Bundan sonra da görəvim əlbəttə ki, milli ruhda, milli düşüncədə, milli təfəkkürdə devam etməkdir. Türkiyənin, Azərbaycanın, ümumiyyətlə Türk dünyasının mədəniyyətini, kültürünü, şairlərini tanıtmaqdır. Roza,
ilk deyərkən, yəni şeir alanında dedi. Onun burada çox gözəl tamaşaları olub. Biz Xocalı tamaşasını, Xocalıların yaşadığını səhnədə o qədər gözəl oynamışdılar ki, demək olar ki, mən həmin vaxtı heç unutmuram. Aydın'da konferansda mən konuşmaçı idim Xocalı faciəsi ilə bağlı. Rozagil'in teatrısına gedəməmişdim, amma çıxdım yolda gələrkən, inanın, maşında o zəng eləyir, bu zəng eləyir, sən yox idin, amma nə qədər ağladıq filan deyirdilər. Sonra ikinci şeydə oldum və həqiqətən tamaşa boyu ağlamışdım və bu tək bir dənəsidir, amma Rozanın burada çox tamaşalarına və ümumiyyətlə onun aparıcılıq etdiyi, yönləndirdiyi çox tədbirlərimiz olub ki, həmən hamısına getməyə çalışıram, qaçırtmamağa çalışıram. Çünki dolu-dolu bir şey yaşayırsan, bəlkə Azərbaycanda bu sizə belə adi gələ bilər, amma Türkiyədə və ümumiyyətlə vətəndən uzaqda vətənin dərdini yaşatmaq hər kişinin işi deyil. Normalda vətəndən uzaqda gələnlər əksəriyyəti kafelərdə, restoranlardan poz verməklə Azərbaycanda birilərinə sanki mesaj verirlər. Mən bunu yaşayıram, amma Roza eşidə iş adamıdır. O imkanı olmasına rağmen genəlliklə bəzən kendi cibinin parasıyla gəncləri bir araya gətirib və Azərbaycanla bağlı bir şeylər yapmağa çalışır. Həm çalışdığı teatrda, həm də dərs verdiyi kiçik çocuklar var. Evet, atölyelərimiz var. Atölyeləri var. Onlarla bağlı danışsaq. Bizim çalışdığımız atölyelərimiz var. Eləcə də lisələrlə biz fəaliyyət göstəririk. Heydər Əliyev adına lisə var Aliyada. Orada biz gənclərlə Azərbaycan, Türkiyə sevgisinin nə qədər dərin bağları olduğunu, tariximizi birlikdə yaşayırıq, onu səhnəyə qoyuruq, səhnələşdiririk. Bu arada dekabrın 12-sində, yəni aralığın 12-sindən Ulu öndərimiz Heydər Əliyevin anım günü var ki, bununla bağlı da hal-hazırda lisələrdə projelerim var, provalarım devam edir, məşqlərim gedir, uşaqlarla səhnələr hazırlayırıq. Yəni bu vətən sevgisi elə bir şeydir ki, bunu nə qədər sözlə anlatsam, nə qədər ədəbi kəlmələr kullansam da bu yetməz. Vətən sevgisi doğuşdan gəlir, qanda axır. Sənin gözündə, saçında, dırnağında, bədəninin hər bir hissəsində sən bunu hiss edirsən. Yəni necə deyim, mən 20 yaşında da Nigar ablaya danışmışam. Bilir, məni tanıyanlar burada çoxları da bilir. Mən də səni Azərbaycandan tanıyıram. Həm atasını, rəhmətli atasını tanıyıram. Mücadiləçi bir qəhrəmanımız idi. Qazimiz, dəyərli qazimizdir. Həm də mənim ən xas oxucularımdan olur. Bəli, bəli. Yazılarımı oxuyuram. Allah rəhmət eləsin bütün ölənlərimiz, Nigar bacımın atasına da. Yəni məni indi buradan izləyən bizim dəyərli sənətkarlarımız, xalq artistlərimiz desin, mən onlarla eyni səhnəni bölüşmüşəm. Yəni mən 20 yaşında da bu duyğuları yaşamışam. Mən 8 yaşında da bu duyğunu yaşamışam, səhnə almışam. Azərbaycan şeirini, ana şeirini bağıraraq söyləmişəm. İndi də eyni şəkildə davam edir. Bu bir doğuşdan gələn. Azərbaycan şeiri desən, lütfən. El bilir ki, sən mənimsən. Yurdum, yuvam, məskənimsən. Anam, doğma vətənimsən. Ayrılarmı könül canına? Azərbaycan, Azərbaycan. Mən bir uşaq, sən bir ana. Odur ki, bağlıyam sana. Hangi səmtə, hangi yana? Hey, uçsam da yuvam sənsən. Elim, günüm, obam sənsən. Mənim canım Azərbaycanım, vətənim, torpağım. Azərbaycanın adındakı A hərfinə daş gəlsə biz canımızı qurban verərik. Azərbaycanın bayrağına biz qurbanıq, torpağına biz qurbanıq. Şəhidimə mən qurbanım. Bəlkə sizə belə bizim danışmağımız biraz sadə gələr, amma siz inanın, Türkiyə də bizim vətənimizdir, canımızdır, ciyərimizdir. Amma məsafələr, kilometrlər bizi hər il günü-gündən keçdikcə bizi elə yetişdirir, bizi elə torpağımıza, vətənimizə bağlayır ki, sizin və yaxud da hər hansısa vətəni düşünmədən kiminsə etdiyi ən basit, ən balaca bir hörmətsizlik, saygısızlıq bizi özümüzdən çıxarır.
İndi bu mövzuya toxunacaq Təbii ki, birazdan. toxunacağız. Mən bu kəlməni manqurtların işlətdiyi kəlmə deyirəm. Deyirlər ki, qarnının doyduğu yer vətəndir. Belə bir kəlmə var. Mən bunu həmişə belə ya manqurt yanaşması olaraq baxıram. Nə demək ya? Qarnın harda doyur sonra vətəndir demək nə deməkdir? Mənim qarnım bəli Türkiyədə doyur və mən mənim Azərbaycanda birilərinin məni sıxışdırarkən sığındığım daldır. Və gələrkən ölsəm də ölümü ortada qoymayacaqlar demişdim. Amma bir gün belə Azərbaycandan vaz keçərəm deyə düşünə bilmədim. Eyni şeydə sən tam tərsinə qarnın doyarkən belə vətən unudulmamalıdır. Çünki o vətəndir. Anamız doğulanda qucağına alır bizi, qoynuna alır. Vətən də öləndə qoynuna alıb bizi qucaqlayacaq və biz o xəyallarla yaşadığımız üçün vətəndir və bir də xamuru yoğrulub şəhid qanı ilə, hamımızın evindən verdiyimiz şəhidlərin qanı ilə təbii ki, Türkiyəmizin də ayrımı itmirik. O baxımdan biz olaya belə yanaşırıq Rozacığım. Biz şey etmirik. Təbii ki, biz bununla bağlı bəzi manqurtlarla bağlı boş-boş belə nə bilim bayraq əlimdə oranı gəzdim, buranı gəzdim, hava ataraq elə deyil arkadaşlar. O bayrağı gəzdirməyə də hak etmək lazımdır. Bəli, o bayrağı necə gəzdirirsən? Bəli. O bayrağı necə gəzdirirsən? Bir söz var, bir fikir var, deyir ki, kəmiyyət deyil, keyfiyyət önəmlidir. Bəli. 48 yox, 108 ölçü gəz. Oranı necə gəzmirsən? Doğru. Bütün gəzdiklərinin nəticəsini 2-3 cümlə ilə, 2-3 hərəkətlə yekunlaşdırırsan. Bəli. İstəyirəm o mövzuya keçidi Nigar abla eləsin və o mövzuda da davam edəcək. Bu arada elə ona keçmişkən Azərbaycanın, əslində keçən həftə çox qəribə bir həftə idi. Həm Türkiyədən, həm Azərbaycandan 2 eyni yaşda gənc qız. Biri gözəllik yarışmasına qatıldı. Buradan onu təbrik edirəm. Könlümüzün birincisi oldu. Cərən, çox möhtəşəm bir qız idi. Bütün sosioloji sorğularda və oylamalarda birinci olmasına rağmen səhnədən Türk bayrağını alıb əlinə götürməsinə izin vermədilər deyə etiraz olaraq Türk kaftanını giydi və əlinə Türk bayrağını çəkib səhnədə yürüdü deyə haqlarını qəsdli olaraq əlindən aldılar, amma qız bir qəhrəman olaraq döndü. Oraya gedəndə heç birimiz onu tanımırdıq. Bəlkə inanın birinci dönsəydi kimsə onu tanımayacaqdı, amma o orada yapdığı hərəkəti ilə könlümüzü qazandı. Və nə acıdır ki, Azərbaycandan da bir qız nə zamansa başqa bir yarışmaya qatılmışdı və indi görüntüləri yayımlandı və o qız tanımadığımız bir qız, eynən Cərən kimi. Amma oradan hamımızın gözündə küçük, manqurtlaşmış və belə heç bir, yəni tamamən fərqli biri döndü. Keşkə, əmin olun ki, o əslində o da oradan qəhrəman kimi dönər. Çünki biz şəhid vermişik və Biləcəridən o tərəfə getməyən, amma bayrağı Şuşaya taxan qəhrəmanların yurdudur orası və sən o yurdun insanına 48-50 ölkədə Azərbaycan bayrağı ilə səhnəyə çıxdığını deməklə özünü sevdirəməzsin. Amma sən o şəhidə kurşun sıxanlara bir tərs baxışınla belə ki, Ceyhun Bayramovun Lavrovun yanında 44 günlük savaşda yadındadır, belə bir duruşu vardı. Dik. Və hamımız onu paylaşaraq hələ də Ceyhun Bayramovu hər kəs onunla sevdi. Və onun xarici siyasətdə nə yaptığı deyildi. O duruşu önəmliydi və hər kəs paylaşdı və bir anın içində Ceyhun Bayramov Azərbaycan Xarici Siyasət İdarəsinin başçısı deyil. Azərbaycan qəhrəman oğlu oldu. Eyni zamanda İlham Əliyevin dəmir yumruq göstərməsi ilə, yəni bunlar bizim millət olaraq şeyimizdədir və bunu bilməmək və bunu yuxarıdan Azərbaycan xalqına baxmaq səni bitirər. Bu haqda Rozanın da bir çıxışı vardı, çox möhtəşəm bir çıxışdı. Mən də ondan biraz belə xalq dilini qaza gəldim. Mən də bir çıxış elədim, çünki mən belə bir statusla keçəcəkdim. Amma Rozanın o çıxışından sonra sanki bir ayıldım. Hamı buna etiraz etməlidir və əslində Türkiyədə kamoy deyirlər, bizdə də ictimai qınaq. İctimai qınağın geri dönməsi çox önəmlidir. Bu tək sənət dünyası üçün deyil. Gündəlik yaşamımızda da bayaq elə çocuklarla bağlı efirə çıxardırlar, nə bilim, hər yoldan keçən. Əslində indi bunları biz danışacağız Roza ilə. Elə verirəm sözü sənə, sənətçisə ya. Bu konuda ən çox söz sənə düşür, buyur.
Mən buradan ilk Cərən xanımdan başlayım. O bizim könlümüzün qalibidir. O bizim birincimizdir. Elədiyi hərəkətlə, vətənə bağlılıqla, Türk dünyasına verdiyi mesajla. Cərən xanım Bəxtiyar Vahabzadə deyir ki, əslimi, nəslimi tanıyıram mən. Qarışıq deyiləm, özümdən hürkəm. Sən kimsən, sən nəsən, özün bilərsən. Mən ilk qaynağımdan Türk oğlu Türkəm. Sən də əsl Türk qızı Türksən. Bu mövzuda fikrimi tamamlayıram. Digər mövzuya keçmək istəyirəm. Digər mövzuda da məsələ belədir ki, mən o xanımın video görüntüsünü Ayaqlı qəzeti səhifəsində görəndən sonra 3 gün əvvəl öz fikirlərimi, düşüncələrimi bölüşmüşdüm. Amma bir dənə məni məyus eləyən ən əsas məsələ odur ki, xanım bugün açıqlama verdi. Efirdə telekanalların birində verilişdə və o bir fikir var. Nigar abla deyir ki, özrü qəbahətindən böyük. Və açıqlaması danışdıqca batdı. Yəni bəlkə insanların bu hirsi, bu əsəbi, bu aqressiyası sakitləşərdi, amma efirə çıxıb onun çıxışından danışaraq. Məsələ onun 12 balında deyil. Biz də sənət adamıyıq, biz də müsabiqələrə getmişik. Bu arada elə müsabiqələr olub ki, orada erməni lobbisinin güclü olduğunu bilib geri çəkildiyimiz anlar da olub. Lazım deyil. Çünki mən bir Azərbaycan xanımı olaraq həmişə dik durmaq istəyirəm. Məni əzən, onun dediyi kimi bugünkü çıxışından çıxış eləyirəm. Yumurta atdılar, məndən pomidor atdılar, onu gətirdilər. Onda hardaydınız, bilməm nə idiniz. Bunları bilirdin, qatılmayaydın. Ehtiyac yox idi. Çünki əgər sən öz sənətinə güvənirsənsə, sən də anlattın da etiraz mı etmədin? Etiraz mı etmədim? Etiraz mı etmədin? Səndən ora mı getmişdik? Bəli. Yəni bu bir. İkincisi sənət baxımından yenə danışacağam mən. Mən öz çıxışımda da vurğulamışdım. 2016-cı ildə Hollivooda bir film göndərdilər. 2025-ci ildə Praqaya bir film göndərdilər. Black Garden deyə, Qarabağ deyə. Ermənilər. O filmlərin hamısında Qarabağ torpaqları göstərdilər. Artı öz torpaqlarını göstərməklə yanaşı bizi əzik, işğalçı xalq kimi göstərməyə çalışdılar. Orada xanım deyir ki, haqqına girmək, ay xanım, illərdir bizim haqqımıza girirlər. Bizim haqqımıza girir. Mən sizə xanım deyə müraciət edirəm, ona görə ki, etik olaraq. Yoxsa bu da içimdən gəlmir. Tam səmimiyyətinə etiraf edirəm. Çünki siz Azərbaycan xanımının adını orada alçatdınız. Hərəkətlərinizlə. Bugün deyirsiniz ki, orada mən 12 balı verəndən sonra erməni iştirakçı mənə dedi ki, gəlim. Mən də dedim ki, gəl. Bu gəl. Bax, bədən hərəkətindən danışıram. Mən səhnə hərəkəti keçmişim. Bax, bu gəl, bu gəldir. Siz ona qucaq açırsınız. Siz gəl deyib, əlinizi uzadıb, təbrik edib, geri də çəkilə bilərsiniz. Qucaqlayırsınız və sırtına da vurursunuz. Bəlkə o sırtına vurdığınız adam 5 il bundan qabaq snayperindən mənim şəhidimi vurub. Həmin şəhid bəlkə indi torpaq altındadır. Düşüncəsiz hərəkət. Çünki sən xalqlar arası beynəlxalq festivalda, müsabiqədə iştirak edirsən. Sən bir xalqın adından oradasan. Fərd olaraq olsa mən maraqlı deyil. Mən sənin heç adını bilmirdim bu görüntülərə qədər. Heç bilmirdim sən kimsən, hansı musiqi, hansı işləri görmüsən. 48 ölkədə nə etməmsə mən bilmirəm. Yəni mən bilmirəm də, mənim sənin haqqında heç bir məlumatım yoxdur. Bəlkə kimlərsə bilir, yəqin kimlərsə bilən də sənin səviyyədə olanlardır çoxu. O ki, qaldı digər məsələlərə, deyirsən ki, haqqıva girmək, onu da aydınlıq gətirdim ki, illərdir onlar incəsənətdə bizim haqqımıza gəlir. Hələ incəsənətdən danışıram mən, mədəniyyətdən. Haqqına girib mənim şəhidlərimin, haqqına girib ermənilər mənim qazilərimin, haqqına girib mənim xalqımın, haqqıma girib mənim Xocalımın ki, illərdir biz Xocalı soyqurumunu dünyaya tanıtdırmaq üçün şəxsən mən İzmir küçələrində ayaqyalın tamaşalar oynamışam. Türkiyənin hər tərəfində. Türkiyənin hər tərəfində. İndiyə qədər də bunları dilləndirməmişəm, ancaq qəzetlər, saytlar yazıb bu haqda. Sonra deyirsən ki, mənə bu qədər etiraz eləyirsiniz. Bakının küçələrini gəlib gəzdirirlər. Onlara niyə etiraz eləmirsiniz? Ay xanım, sən batdıqca batırsan, yenə deyirəm. Sən kimsən dövlətin qərarını sorğulayasan?
Sən kimsən dövlətin aldığı, indi ona siyasi baxımdan mənim işim deyil o. Nigar abla açıq şəkildə aydınlıq gətirər. Sən kimsən? Sən kimsən mənim dəmir yumruğumla, mənim Türk dünyasının, Qarabağın Fatihi ilə aldığı qərarlarını özü bir tutursan. Bax, cənab prezidentin ailəsinə aç gözünü, saytları izlə. Mehriban xanım, qızları, gəlini həssas bir dönəm olduğu üçün 5 ildir şəhid qapılarındadılar. Şəhid ailələrindədirlər, qazilərdədirlər, qazilərə qucaq açırlar, şəhid anaların qucaqlayırlar, gedib ermənini qucaqlamırlar. Sülhə getmək, saziş imzalamaq, ermənini qucaqlamaq deyil. Biz 3 gündür sosial medialarda erməni lobbisindən dörd-dörd döyüşürük. Çarpışırıq, erməni dilini bilmirik, giririk Google-dan tərcümə edirik, cavab verir. Bilirsən niyə? Çünki onun altında biz nə yazılır? Girib oxuyursan, oxumazsan, işivə gəlmir axı. Orada yazır ki, nə vaxt türkləri qucaqlamırdı, türk qadınlarının ləzzətini bilmirdik. Sən bizim adımıza, bax bunu əklədin. O haqqı sənə kim verir? Azərbaycan qadınının adını, türk qadınının adını ucaltmaq üçün yüzlərlə indi torpaq altına yatan qadınlar var, qeyrətli, namuslu qadınlar var. Sən onların adlarını yerlə bir elədin. Bu haqqı sənə kim verir? Heç kim. Geyimin, bədən dilin, nə bilim, oradakı davranış, səs tonun belə, özünə aparırsan ki, elə səs tonunla deyirsən, mən sənin haqqına girə bilmərəm. Az qalır deyəsən ki, bağışlayıb biz Qarabağı geri aldıq. Və bütün bunlara rağmen, bütün bu açıqlamalarımıza rağmen sən çıxıb xalqdan üzr istə və deyirsən ki, mən niyə üzr istəməliyəm? Və artı deyirsən ki, mən qazi qızıyam. Qazi qızı hərəkəti ilə sübut edir qazi qızı olduğunu. Sorumluluq istəyir. Məsuliyyət istəyir, sorumluluq istəyir. Əgər bugün sıravi bir qadın, sıravi bir xanım elədiyi hərəkəti 100 dəfə düşünürsə, sən milyon dəfə düşünməlisən. Sən bax, qazi atavın adını, qaziliyini dillərə saldın. Yaxşı əməlinlə deyil. Qəbul etsən də budur, qəbul etməsən də budur. Birincisi, ya susacaqdın, susmursansa çıxıb üzr istəyəcəkdin. Sənin haqqın deyil, sənin yaşıdın olan şəhid xanımları dul qalıb, evdə uşaq böyüdür. Elə körpələr dünyaya gəlib ki, onlar ataların görməyiblər. Utanmırsan sən, neçə gündür bütün Azərbaycan xalqını sən əsəbləri ilə oynayırsan, sinirləri ilə oynayırsan. Sənə bu haqqı kim verir? Kim verir? Şəxsən mənim atam Füzuli uğrunda döyüşlərdə iştirak edib, bədəninin 70% yanmış tankın içində, 12 əsgərlə. İndi mənim atam torpaq altındadır. Mən ölən atamın haqqını halal eləmirəm. Azərbaycan qadını olaraq da halal eləmirəm. Atası tankda yanan qız olaraq da halal eləmirəm. Sənətçi olaraq da halal eləmirəm. Nə deyəcəksən? Bir şey, Roza xanım dediyi kimi, o deyir sizə, sokakda gəzənlərə baxın. İşte cəhalət budur. Mən də onları ələşdirmişəm, amma belə ələşdirmişəm. Demişəm ki, tamam, gedib görüşmələrinə bir şey demirəm. Onların da bura gəlməsinə bir şey demirik. Amma çünki bu şeydir, QHT-lərdir, qeyri-hökumət təşkilatları zaten bu işlə məşğul olur. Ölkələr arası ilişkilər, Avropa Konseyinin, Avropa Birliyinin, nə bilim, BMT-nin filan xətti ilə bunu edirlər. Bu normaldır. Dünyanın hər yerində, münaqişə bölgələrində bunu yapırlar. Mən bunları ələşdirmişəm. Demişəm ki, getdiniz, orada nə iş gördünüz? Gəlib niyə şəhid və qazi ailələrinə hesabat vermirsiniz? İşlərini yapırlar amma. Sən onlara bunu müdaxilə edə bilməzsən. Sən İlham Əliyevdə görüşür deyə bilməzsən. İlham Əliyev milyonlarla insanın oyu ilə mandat alıb bu işi çözmək üçün dövlət başçısıdır. Sən isə artistsən, soyunub səhnədə atlanıb düşürsən, oradan biri sənə oy verir. Səni gətirirlər, sənin trolların. İlham Əliyevin eyni səviyyə qoyulmaz. Gələk görüşə. İlham Əliyevin Paşinyanla hər görüşünü hamımız keyflə izləyirik və paylaşırıq. Paşinyan İlham Əliyevin yanında pişik balası kimi durur. Ellərini belə ovuşdura. İlham Əliyev də onun yanında belə bir şey durur da. Amma sən erməni gədənin yanında çox əzik dururdu. Toplum ona etiraz edir. Sən orada 12 bal versəydin və desəydin ki, biz sizdən fərqli olaraq ədalətlik və düşmənimiz 5 ildə 3000-dən çox şəhidimin qanında əli olan ölkəyə belə 12 balı verdim. Çünki mənim üçün sənət çox önəmlidir desəydin, Azərbaycan xalqı səni alqışlayacaqdı. Sən elə uşaqlar var ki, Roza xanım dediyi kimi,
Atası dünyasını dəyişib və uşaq atadan 4 ay, 5 ay sonra dünyaya gəlib. O uşaq atası qol açıb atasına sarılmayıb. Sən erməniyə sarılırsan. Elə sarıldın ki, sanki sən o şəhidin uşaqlarına sarıldın. Qucağına bastı. Bəli, millət buna etiraz edir. Xanım əfəndi, millət sənə ona 12 bal niyə vermisən demir. Ermənilər bilirsiniz nə yazır? Roza xanım indi demək istəmədi. Ermənilər deyir ki, yazırlar cədiyə. Deyirlər ki, Azərbaycan qadının dadına baxdın, dadlıydı. Çünki erməninin qadınının həmişə bizim oğlanlarla adı çıxıb. Sən bunu da etdin. Və utanmaz deyirsən ki, mən 48 ölkə gəzmişəm. Sən 48 ölkə gəzmirsən deyə bizi biabır mı eləməlisən? İstəyirsən 148 ölkə gəz. İndi 48 ölkə gəzən bir sürü qadın var. Dünyanın hər tərəfini gəziblər. Dubai otellərindən, Türkiyə otellərindən. Film festivalına da getmişəm. Yox, elə mən hələ o bir tərəfini deyirəm. Xeyr ola, indi onlar istədiyini eləsin. Bu məntiq deyil. Heç mi sən evdə o general dədənlə qazi atan demədim ki, sən bizi niyə utandırdın? Sən atana sıxılan qurşunu onu qucaqlayaraq alqışlamısan. Məsələ bundadır. Mən sənin cahilliyinə verirəm. Buna cahilsən. Zaten bugün danışırım. Danışığından bəlli oldu. Marka giyinə bilərsən, qəşəng belə, qəşəng qız ola bilərsən, buna bir şey demirik. Səsin də gözəl ola bilər ki, mən sənin səsini eşitməmişəm. Amma sən cahilsən. Və sən, üzr istəyirəm, və sən sadəcə orada bu hərəkətlərindən egonu tatmin etmisən. Ki, səni orada 2-3 nəfər alqışlasın, səni o arxadan sonra biri də gəlib kişilər qucaqlasın, o biri kişi də, orada sən qadınlar qucaqlamadı, müsabiqə boyu ancaq kişilərlə qucaqlaşdın. Ki, səni orada övsünlər, 2-3 xoş söz söyləyəcək. Sən milli mənsubiyyətini, milli təfəkkürünü, milli ruhunu, Azərbaycan xanımının adını 2-3 övgüyə görə ayaqlar altına atdın. Bir şey deyim, bəziləri yorum yazır. Roza xanımın da səhifəsində gördüm. Deyirlər ki, dünya bizə heyrətlə baxdı. Bütün dünya mediasına arama verdim, adınız ilk dəftərində yoxdur. Dünyanın umurunda deyilsən erməni kişisini qucaqlayırsan. Çünki dünya illərdir erməni qucaqlayıb və hesab eləyir ki, sən onun köləsisən və bu sənin boynunun borcudur. Elə görürlər. Sənə görə Azərbaycan xalqına təşəkkür etmirlər. Adamlar yenə Roza xanımın dediyi kimi adamlar yenə ermənilərin uydurduğu 20-dən sonra minlərlə, baxın yüzlərlə demirəm, minlərlə klip çəkiblər, dizilər çəkiblər, filmlər çəkiblər, bəlgəsəllər çəkiblər. Tevanik filmini araşdırıb baxsınlar. Tevanik filmi var, 2016-da. Açın baxın. Məqalələr yazıblar. Və bu adamlar dünyada bunu yayımlayırlar. Sizin ilk dəftərində adınız yoxdur. Kimsə də nəinki manşet ha. O belə o şou xəbərin arxasına belə səni yazıb deməyiblər ki, halal olsun Azərbaycan niyə belə elədi? Hansı dünya bizə baxdı ki, dünyanın içində o yarışmadan xəbəri yoxdur. Nə boş-boş danışıb, cəmaatı da aldatmır. Amma kəşkə səni yönləndirənlər sənə başqa bir yol desəydilər. Desəydilər ki, xanım əfəndi, sən get canlı yayıma çıx, deniyor ki, mən şəhid ailələrindən, qazilərdən və Azərbaycan xalqından üzr diləyirəm. O anlıq bəlkə həssas nöqtəyə toxunmuşam. Mən sadəcə xalqımın humanist olduğunu, şey olduğunu göstərmək üçün, amma bir yanlışlığa, bu da şey olub, ifrat olub deyərdim. Yox, da elə bil ki, sən efirə bu gün çıxmısan, xanım əfəndi, efirə çıxmısan xalqla dalaşmağa. Məhkəməyə verəcəm, mənim şəxsiyyətim təhqir. Sən ölən şəhidlərimin ruhunu təhqir elədin. Nə kişini qucaqlamır. Şəhid analarını sən bilsən nə qədər insanla biz əlaqə saxlamışıq. Necə sən hamının əsəblərinə toxunmusan. Bazarda səndən danışılır, dükanda səndən danışılır, evlərində səndən danışılır, millət süfrəsində səndən danışılır. Sənin elədiyin hərəkət o qədər insanların canını acıtıb. Sən bu haqqı kim verir ki? Biz yaraları sağaltmaya çalışaq, bir milli ruhu qorumağa çalışaq. Sən çıx bir dənə erməni qucaqlamaqla bu qədər insanların həssas nöqtəsinə toxun. Sən bilməlisən ki, hansı xalqın nümayəndəsi? Biz emosional xalqıq. Bəli. Biz bədən dilinə, hərəkətə, səs tonuna fikir verən xalqıq. Sən bizi Avropa ilə qarışdırma. Duyğusuz dururlar, hələ 2 kəlmə söz danışır, bilmirsən, ağlayırlar, gülürlər, danışırlar.
Roja biz beləyik var. Biz toplum olaraq məsələn Qarabağ savaşında Azərbaycanda kifayət qədər rüşvət, korrupsiya, məmur özbaşınalığı hər şey var idi. Savaş başlamaz haqqı yeyilən xalq evladlarını Qarabağa göndərdi. Biz həssas millətik, konu vətənsə gerisi təfərrüatdır. Bizim insanların həssasiyyətinə toxunmayasın. Bir sənətçi də əgər məşhur olmaq istəyirsə, xalqın yanında məşhur olacaq. O Avropalıya, o qız kimisi Avropa sokaqlarında doludur. Avropalıya lazımdır. Bu qız əgər bunun üzərini kullanıb Avropaya sığınmaq istəyirsə, gedə bilər. Amma Avropada, Bakıda qazandığı parayı qazanmayacaq. Bunu da sana deyim. Bir də bir şey var. Hamısı deyir ki, sənətçilər sülh. Onda belə Qarabağa oğlanları İlham Əliyev göndərməyəydi da. Demək ki, İlham Əliyev sizdən az bilir. İlham Əliyevə məsləhət verəydiniz. 3000 şəhid gedib orada boşu-boşuna ölünəcəyinə. Elə bu ağılda murasını da qatıram. Bu arvad batalyonu yığıb göndərəydi, erməni oğlanlarını qucaqlayıb öpəydilər. Öpüşəydilər, verəydilər efirə, sülh əldə olunaydı. Məntiqlə belə çıxır da. Əslində başımız xarabdır. Biz qalib ölkəyik. Biz qalib ölkəyik. Və mən olaya siyasi olaraq yanaşıram. Qaldı sənətə. Siz deyirsiniz ki, sənəti siyasətə qatmaq istəmirdim. Sonra deyirsiniz ki, barış elan edirəm. Ya onu deyin, ya bunu. Necə sənəti siyasətə qatmır? Bu günləri efirə çıxıb mənim prezidentimi örnək gətirir bu. Öz elədiyi əməldən danışsın da. Öz elədiyi, özü də çox təhlükəli, deyirəm də cahildir, düşünməmiş cümlələr istifadə edir. Siz onda onlara qarşı çıxın, bilməm kimlərə qarşı. Rəylərdə də mən görürəm, yorumlarda da bəziləri yazır ki, belə milli siz, belə ruhunuz vətənpərvərsiz, dövlət rəsmilərini, ay qardaş, dövlət rəsmiləri bilir nə edir. Bəli. Dövlət rəsmiləri bilir və ona görə xalq onun yanındadır. Dövlət işi var. Bəli. Sənətçinin əgər sənətçidirsə, dırnaq arası. Sənətçi deyil. Əgər sənətçidirsə, dırnaq arası. Sənətçidirsə, yenə deyirəm, bayrağı qaldırırlar, necə qaldırırlar? Belə. Rozi, bu qızdan çox danışılır, hamı danışır. Zaten o özünün adını elə yerə yazdı ki, o 100 yaşına gələndə də Azərbaycan xalqı onunla bağlı danışanda erməni gədəsini qucaqlayan deyəcəklər. Çünki biz toplum olaraq bu tip şeyləri unutmuruq. Bəli. 20-30 il sonra doğulan uşaqlar da belə deyəcəklər ki, hansı Samirə ermənini qucaqlayan, artıq o özünü oradan ləkələdi. Yəni bundan sonra o ağzı ilə quş da tutsa bu belədir. Bunu unutaq. Son olaraq mən istəyirəm, bu Zülfü Livanəli var Türkiyədə. O da özünə elə bunlar kimi manqurtlaşmış bir şeydir. Sanatçıyam, nə bilim yazaram deyir. Zaten kitabların bir ikisini oxumuşam, içi də boş. Sənətini də sevmirəm heç, dıngıltısını da. O bizim Üzeyir bəyə, Əhməd Cavada dil uzadır. Yəni Əhməd Cavadın sözlərinə yazılmış çırpınırdı Qaradəniz. Yəni Türk dünyasının marşına dil uzadıb. Əslində bir sənətçi olaraq buna da sənin münasibətini öyrənib qapatacaq. Çünki telefonumuz da deyir ki, şarjım bitir, olsun. Amma yenə bu konuda sənin fikrin çox önəmlidir mənim üçün. Çünki sən həm də Türkiyədə yaşayırsan, sənət cəmiyyəsi ilə bilirəm ki, yaxın ilişkilərin var. Dəfələrlə təqdimatlarda, məsələn, o konsertlərdə filan bir ortamda getdiyin yerlərdir. Sənət cəmiyyəsi nə düşünür bu haqda, çevrəndəkilər nə düşünür və onunla bağlı fikirlər? Ümumiyyətlə mən elə başa düşürəm. Mən elə danışmaq istəyirəm ki, yəni biz hamımız bunu bilirik artıq. Çırpınırdı Qaradəniz bizim şah əsərimizdir. 1914-cü ildə yazılıb da abla. Səhv eləmirəmsə, Bakını qurtarmağa gələn türk əskərlərinə həsr olunur. Yox, biz 2-ci Dünya müharibəsində Osmanlıya iki beyti doğrudur. 18-də, çünki onu 14-də Qaradənizdə yazıb, sonra sonuncu iki beyti var. Onu 18-də Qafqaz İslam ordusuna həsr edir. Və Üzeyir bəy də tamamilə haqlısan. 18-də bəstələyir. Yenə Nuru Paşa əskərliyi. Doğrudur, haqlısın. Çırpınırdı Qaradəniz ilə əlaqədar 2016-cı ildə biz burada mənim bir tədbirim vardı. Balaca bir konflikt yaşanmışdı. Onu hansısa partinin adına bağladılar və mənə dedilər ki, onu səsləndirə bilməzsiniz. Mən də dedim ki, səsləndirməyəcəmsə Çırpınırdı Qaradənizi, o zaman bu proqram olmayacaq. Məcbur qaldılar, böyük bakanlıq falan gələcəkdi deyə və o musiqini səsləndirməmə icazə verdilər, mücadilə etdik.
Çırpınırdı Karadeniz, yenə dediyim kimi şah əsər olduğuna görə əlbəttə ki, hamı istəyir bunu kiminsə adına bağlasın, kiminsə partisinin musiqisi eləsin. Amma nə qədər ki, Nigar abla kimi, Nigar Ögəday kimi qəzetə yazarlarımız, aydınlarımız var. Əlbəttə ki, buna imkan verilməyəcək. Türkiyə içərisində də Nigar abla kifayət qədər Azərbaycan mədəniyyətinə, tarixinə, şairinə sahib çıxanlardandır, yazanlardandır. Elə Nigar ablanın böyük təpkisinə yazsından sonra mən gördüm bütün Twitter səhifələrində falan hamı bu yavaş-yavaş aradan qalxdı. Öncə bir bunu Livaneli ortaya atdı, təpkini gördü və artıq sakitləşdilər. Çünki hamı yetərin qədər dəyərli bir cavabını verdi. Hətta mənim burada öz Türkiyədə türk dostlarım, yəni yerli türk dostlarım, biz də Azərbaycan türküyük. Onlar belə ədəbiyyatda, teatro sahəsində çalışan hər kəs təpkisini qoydu, hər kəs səhifəsində paylaşdı. Buradan onlara da təşəkkür edirəm. Mənə elə gəlir ki, söhbət bununla da həll oldu, bağlanıldı. Bəzi əsərlər var ki, bunlara kesinlikle toxunulmaq olmaz. Toxunulmazdı. Çırpınırdı Karadeniz kimi. Ümid eləyirəm ki, bizlər var olduqca, bizlər öz kökümüzə, bizim milli dəyərlərimizə sahib çıxdıqca bu kimi məsələlər yerindəcə, anındaca həllini tapacaq. Ayrıca Nigar abla, mən sənə çox təşəkkür edirəm, zamanını ayırdın, gözəlcə söhbətləşdik. Bütün Azərbaycan xalqına sevgilərimi, bütün Türk dünyasına, canım Türkiyəmə də sevgilərimi, sayğılarımı göndərirəm. Azərbaycan xalqına, şəhid analarına, qazi ailələrimizə, hamımıza deyirik, siz bizim canımızsınız, narahat olmayın, 100 əfəndilər olar, 1000 bizlər varıq qarşısında. Ömür boyu bu kimi insanlar olub, ömür boyu da onların qarşısına bizi kimlər yetişib çıxıb. Nə qədər ki biz varıq, nə qədər ki biz sağıq, nə qədər ki bizim təpkimiz var, nə qədər ki bizim qınağımız var, bu kimi məsələlər yerindəcə həllini tapacaq. Bugün qoynunu açan, qucaqlayan şəxs sabah ermənini gətirib masasının başında oturdub, onunla birlikdə duet də eləyər, şarkı da bəst eləyər, bəlkə elə qıçırpırı da Qaradənizə erməni yazdı deyər. Ona görə də biz təpkimizi vaxtında veririk, vaxtında qoyuruq ki, hər kəs öz yerini bilsin. İllərlə, əsrlərlə qazanılan kültürüm, tarixim, köküm, hansısa bir, nə bilim, özünü sənətçi adlandıran bir şəxs hərəkətinə görə sual altında olmamalıdır. Öpürəm hamınızı, bağrıma basıram, gecəniz xeyrə qalsın. Var olsun Azərbaycan, Türkiyə. Sağ ol Rozim, mən də təşəkkür edirəm hər kəsə, arkadaşlar, bizi dinləyənlər, hamınızı öpürük, iyi ki varsınız deyirik və buradan mən də deyirəm ki, Azərbaycan xalqı və özəlliklə şəhid ailələri və qazilərimiz, bilin, biz 1918-ci ildə Bakını işğaldan azad etməyə gələn o qəhrəmanları aradan 107 il keçdikdən sonra danışarkən anırıqsa, sizləri və son 30 ildə verilən şəhidlərimizi də bizdən sonra gələn nəsillər 100 il, 150, 200 il olsundan sonra da anacaq. Amma o əfəndilər, soy isimləri sadəcə əfəndidir, kendilərinin əfəndiliklə işi olmayanlar, Azərbaycan xalqının tarixində çox olub, hamısının yeri çöplük olub. Əli Heydər Qarayevi, Ayna Sultanovaları, Çengiz İldırımları xatırlamayan xalq, xatırlayarkən də manqurt deyə üstündən keçən xalq bunları da unudacaq, amma qəhrəmanlarını əslə unutmayacaq. Sizlər bizim qəhrəmanlarımızsınız və buradan o sülh, barışıq deyənlərə son olaraq demək istəyirəm. Utanmasanız o qədər həyasızsınız ki, Qənimətlər Parkında qaldırın, ermənilər inciyər deyəcəksiniz, amma onu yatıb yuxunuzda görərsiniz. O Qənimətlər Parkı orada olduğu sürəcə biz düşmənimizin kim olduğunu xatırlayacağız. Və orası salınanda Avropa ayağa qalxmışdı. Nə gərək var deyirdi. Mənim ölkəmin Cumhurbaşqanı hər kəs haddini bilsin dedi. Və elə sizə də deyirik. Hər kəs haddini bilsin. Haddinizi bilin. Bilməzsəniz xalq bildirər. Eynən. Bəli. Sağ olun. Rozi, çox təşəkkür edirəm. Mən də təşəkkür edirəm. Ki varsın. Gecəniz xeyrə.